O mənim həmin yerlimdir həmçinin. Ona görə biraz daha belə həyəcan var. Səbiş məni al. Yolda atanı tutduq və alışveriş etdirdik. İçindəki su bazlıdır əslində. Hardan aldım mən bunu? Bir qız var idi, hicablı, qəşəng, şirin bir qız var idi. Bu anamın cehizlik bakallarından biridir və hələ də işlədirik. Perfect. Hal-hazırda deməli 2 ildir görmədiyim hazırlıq yoldaşımın yanına gedirəm. Çox həyəcanlıyam. O mənim həmin yerlimdir həmçinin. Ona görə biraz daha belə həyəcan var. Çox uzun bir müddətdir görmürdüm. Onunla səhv eləmirəmsə, ümumiyyətlə onunla biz Fritada oxuyanda o Fritada hazırlığa gəlirdi. Fizika hazırlığından çox yaxın olmuşduq. 2 il oradan, 2 il də Bakı Dövlətdə oxumuşuq. O biologiya ixtisasında, mən riyaziyyat ixtisasında və s. Amma son 2 ildə onu görmürəm. Ümumi olaraq görmürəm, çünki Türkiyədədir. Bu biraz orada problem yarandığı üçün bura gəlmişdi. Zəlzələ ilə əlaqəli biraz ehtiyat edib bura gəlmişdi. İndi isə təkrardan gedəcək deyə görüşək dedik. Son 2 ildir görmürəm. Heç bir xəbər almamışam qızdan. Yəni nələr baş verir canlı formada görməmişəm. Ona görə də indi gedirik onunla görüşməyə. Bəlkə əgər alınsa sizə də onu göstərərəm. Almasa da canımız sağ olsun. Heç bir problem deyil yəni. Sadəcə mən belə hazırlandım. Qəşənglə hazırlandım. Çox sevirəm belə uzun bir müddətdir görmədiyim insanlar üçün görüşə gedəndə hazırlanmaq və s. Dedim elə vlogu da bu formada sizlə bir yerdə çəkim. Yəni çəkməyə davam edeyim. Səbişə alacağım kofta budur. Və Səbiş. Bu qız Türkiyədə oxuyur yəni. Deməli, Səbiş bunu tövsiyə elədi. Çox da qəşəng hissi verir. Neçədir bu Səbiş? 60 manatdır. Evet. Səbiş məni al. Səbiş alır. 100 olar. Ya 100 ya 50'dir. Burada anı hardan görsən onu? Hardan gördün? Buy. Hə. Var imiş. Dəniz xanımla videonun davamı gedir. Dənizə saxtarır çünki sarıçqa. Bunu çox bəyəndim. Və neçədir? Oy. Dəqiqə. Dəniz bunu 25'eymiş. Çok güzel. Tipim biraz kaymış. Ben gün hələ də bitməyib. Dənizlə görüşdüm falan. Qıdımı belə çəkim. Bu kadar yeter. Buradan ışık çok işe vurur. İşte bacı kimin bacı. Özüm yemirəm, yedizdirirəm. Big Tasty yemişəm. Tabii ki köməkli yemək lazımdır. Düzdürmü Dəniz xanım? Bu arada arxa fon, yəni ümumiyyətlə qəşəng şəkillər çəkdim. Bəyəndim. Daha doğrusu Dəniz çəkdi, mən bəyəndim. Yolda atanı tutduq və alışveriş etdirdik. Atan çəkənmərəm. Ay dəqiqə. Və atam. Dəniz xoşbəxtsənmi? Mən çox xoşbəxtəm. Yemək yedim. Bəli. Özü dedi ki, gəlin. Mən də dedim, yaxşı. Morning. Mənlə keçirdiyiniz ikinci günə xoş gəldiniz. Bugün bir dənə səhər yeməyi yeyib, ondan sonra dırnaqlarımı düzəltdirməyə getməliyəm. Çünki artıq həddən artıq çox uzandılar. Son nəticəni üstəsindən bölüşəcəm, amma ilk öncə səhər yeməyi.
Baxın. Deməli, avokadolu omletim hazırdır. Pomidor, xiyar və s. qoydum. Bu çox qəşəng olur. Əgər avokado sevməyənləriniz varsa, önyarğılı olanlarınız varsa, bunu bir prob eləyin məncə. Elədiyim kimi içinə süd qatın, şüd qatın, pomidor, xiyar qoyun. İstədiyiniz qaymağı, şoru, xamanı qoya bilərsiniz. Məncə çox qəşəng olur. Yəni mənim sizə tövsiyəmdir. Mütləq şəkildə prob eləyə bilərsiniz. Çox qəşəngdir. Ona görə mən biraz videonu çəkməyi unutmuşam əslində. Videonu tamamilə yaddan çıxartmışdım. Təəssüf ki, çox üzüldü sayım bu barədə. Və ona görə də bugün videonun davamını çəkməyi düşündüm. Bugün havanın qəşəng başlayıb da daha sonra həddən artıq çox küləklənərək davam etməsi məni biraz məyus etdi açıqcası. Çünki əslində qəşəng bir video çəkərik, alış-veriş vloqu çəkərik və s. Həmçinin bu hissəsi də olar, alış-veriş vloqu olar falan filan. Heç də elə bir şey olmadı yəni. Küləkdən təsəvvür edin, bir şey çəkə bilmək mümkün değildi. Nə çəkəcəkdim? Uçuşan tozları mı ya da çıxmayan səsimizi mi göstərəcəkdim sizə? Heç nə eləyə bilməyəcəyim üçün. Mən yəni anlamıram həqiqətən may ayındayıq mı, yoxsa noyabr, oktyabr ayındayıq mı? Anlamıram mən. Heç inanın ki, noyabr və oktyabr ayları bundan daha yaxşı olub. Neysə, qısacası çox uzatmadan, həm də yaddaşım çox dolmadan sizlərə bəzi aldıqlarımı göstərim. İlk öncəsində belə bir Lopren SPF 50 ləkə qarşıtı günəş kremidir. Belədir əslində, baxın. Bu formada bir başlığı var və teksturaturası, yəni içindəki su bazlıdır əslində. Hardan aldım mən bunu? Olivia'dan aldım. Bəli, Olivia'dan aldım. Orada bir qız var idi, hicablı, qəşəng, şirin bir qız var idi. Mən dedim ki, SPF axtarıram əslində özümə, günəş kremi axtarıram. O da dedi ki, Farmstay var, daha münasib qiymətli. Həmçinin mən burada aldığım şeylərin daha münasibli olmasını istəyirəm ki, eyni formada sizə də göstərəndə deyə bilim ki, məsələn, bu münasib qiymətədir. Təbii ki, çox baha kremlər var bildiyiniz kimi 40-50 manata qədər, hətta ondan da artıq olan günəş kremləri var. Amma daha münasib həm mənim üçün, həm də ki sizə göstərib ala biləcəyiniz formada olmasını istəyirəm. Bu 16 manata aldım və mən ümumiyyətlə günəş kremlərinə çox önəm verirəm. Üzü də yaya doğru gedirik. İstər-istəməz, əgər dəriniz həssasdırsa, həssas deyilsə belə fərqi yoxdur, günəş kremindən mütləq şəkildə istifadə edin. Kamu spotunu sizlərlə bölüşdüyümə görə artıq videonu davam elətdirə bilərəm. Kamu spotu reklam falan deyil bu arada bunlar. Sadəcə göstərmək istəyirəm. Orada bir şirin qız var idi. O mənə dedi ki, bəs məncə bunu alın. Mən o birisini almışam, çox da bəyənmədim və s. Mən məsəl üçün bizim satıcılarımıza, mən ümumiyyətlə yaxınlaşan satıcılar heç vaxt pis, necə deyim, özlərinə belə istifadə eləmədikləri şeyləri mənə tövsiyə edə biləcək bir insanlar olmayıblar. Cümləni düzmü qurdum? Məncə düz qurdum. Yəni, niyəsə mənə yaxınlaşan satıcılara həmişə çox güvənmişəm və həmişə də bunu deyirəm. Baxın, sizə çox güvəndim. Baxın, sizə güvəndim deyərəkdən artıq onlar öz işlərini bilirlər. Ya da ki, fikirlərini dəyişdirmək lazım olanda deyirlər, ən yaxşı istəyirsiniz, başqasını da alın və s. Və bu cümlə çox sehirli bir cümlədir. Mən sizə güvənirəm hal-hazırda. Və dedilər ki, bunu satan o hicablı xanım da mənə dedi ki, bəli, güvənə bilərsiniz, çox qəşəngdir bu, bunu alın mütləq şəkildə. Yəni, və mən evə gəldim, anama göstərəndə bir baxdım, prob elədim və s. Gördüm, həqiqətən qəşəngdir. Ona görə bir-iki dəfə də prob eləyim, bir-iki videodan sonra sizlərlə bölüşə biləcəm ki, əslində necədir deyəm. Bir də Emily aldım, belə göstərim. Amma 217 nömrəsini aldım. Belə göstərim, 217 nömrəsi. Görsənirmi acaba? Göstərə bilərəm. Bu formadadır. Qəhvəyi tonlarında və eyni formada bordovluq da içində var. Ona görə də məncə, yəni bunu nəzərə alın. Bir də ən sonunda özümə bu formada gördüyünüz kimi yay aylarının
qurtarıcısı. İdeal ölçülərdə olması, yəni nə çox uzun, nə çox qısa, ideal formada olmasını həmişə çox sevirəm ki, yayda ancaq bu şeylərdən, necə deyim, bu tipli geyimlərdən istifadə edirəm. Üstünə bir saruçka olsun, üstünə bir şərf dərkən, yəni belə yay gecələri var ya, belə çöldə gəzirsiniz, bir şal atmaq və s. Yəni bu tipli şeylərin baza olaraq bunu geyinib üstünə başqa aksesuarlardan istifadə eləməyi, başqa geyimlərdən istifadə eləməyi çox sevirəm. Yəni məncə mən tanıyanlar bilir, bir şeyin üstünə bir şey geyinmək və s. Neysə onları daha çox sevirəm də. Bunu alanda paltarımı qoxluyurdum, nə inirdim bilmirəm, pomada izimi yapışdırdım. Təbii ki, geri qaytarmadım. İçimdən bir şeytan dedi ki, Nigar, belki geri qaytarırsan falan. Sonra dedim, yox Nigar, halallıq olmaz. Ona görə də mən bunu geri qaytarmadım. Və həqiqətən bu videonu buraya qədər izlədiyiniz üçün hər birinizə çox minnətdaram. Hər birinizi çox sevirəm. Daha növbəti videolarda görüşənədək bəyənməyi, abunə olmağı və gözəl fikirlərinizi bölüşməyi unutmayın.